Bir nəfər bir serçə tutmuşdu. Balaca quşdur da serçə, bilirsiniz ki. Serçə buna dedi ki, məni nə üçün tutubsan? Dedi, istəyəm sənin başını kəsəm, səni pişirəm, yiyəm. Dedi ki, serçə, məndə nə var? Neçə miskal məndə ət var, sən yiyəsən. Bundan sənə bir şey olmaz. Yaxşıdır ki, sən məni bıraq, mən də sənə 3 dənə söz öyrədərəm ki, 3-ü də sənin xeyrivə olsun. Birin, mən sənin əlində olanda öyrədərəm. Birin bıraxarsan, oturaram ağacın başında, orada öyrədərəm. Birin də uçub gedəndə öyrədərəm. 3 dənə söz öyrədərəm, bu sənə xeyr eləyər. Dedi, yaxşı, razıyam. Day, səni öldürməyəcəyəm. Dedi, yaxşı, onda mən birincisini deyim də sənin öz əlində birini deyim. Dedi, de. Dedi, sənə nəsiyyət edirəm. Hər şey əlindən getdi, ona təəssüflənmə. Bu bir. Gördü, yaxşı sözdür. Bıraxdı. Getdi, oturdu ağacın başında. Ağacın başında oturanda dedi ki, ay biçarə, niyə məni bıraxdın? Məni əgər kəssəydin, istəsəydin pişirəsən, mənim çinəhdanımda 20 miskal qızıl var idi. Onu çıxardıb görəcəydin onu. O eşitcəyin dodağın dişlədi. Ki, təəssüf elədi. Əlindən çıxıb axı. Dedi, yaxşı, üçüncüsündür. Dedi, üçüncüsü də budur ki, sənin ağlın yoxdur. Bilmirsən ki, mənim tərəziyə qoysun, 2 miskal mənim çəkim yoxdur. Mənim çinəhdanımda necə 20 miskal qızıl olar? Bəs mən sənə demədim ki, əlindən çıxana peşman olma. Həm birincisinə baxmadın, həm ikincisinə baxmadın, onda üçüncüsü də sənin dərdüyə dəyməz, uçdu çıxdı getdi. Bunu məsəldir, deyirlər ona görə ki, insanın, Quranın ayəsində də var, buyurur, hər nə əlindən çıxdı ona peşman olma, ona təəssüf eləmə. O insanı zəif eləyər. Həmişə gələcəyivə fikirləş. Həmişə gələcəyivə çalış. Heç şeydə tamahun olmasın, əgər olmasa, onda imanın güclənər. Amma əgər olsa, imanı, yəqini zəifləndirən amillərdən biri odur ki, insan tamah eləyə və tamah dünyanın şöbələrindən biridir. Dünyanın özü də, şöbələri də insanın yəqinin fasid eləyər.